Qardaş, kartoşka çıxardırsan, avqust ayıydı maşallah olsun. Nə iş görürsən? Salam ay qardaş, salam. Nətərsən, nə var, nə yox, xoş gəlmişsən. Xırdalan şəhərindəyik. Bağ evinə gəlmişəm yenə. 8 sot yarımın üzərində kupcalı, 4 otaqdan ibarət şəxsi tikili bağ evini təqdim edəcəm sizlərə, dəyərli dostlarımız. Gün vururdu deyə bu papağımızı da qoymuşuq başımıza ki, çox qaralmayaq. 8 sot yarımın üzərindədir. Xırdalan şəhərin əla bir yerində. Marşruta, məktəbinə, bütün yaşayış obyektlərinə yaxın bir ərazidə yerləşir. Geniş bir bağ-bağçası var, tövk-cüzə üçün yeri var, heyvanat aləmini saxlamağa damı var, ideal bir tikinti, ideal bir həyət evi, kupcalıdır. Qiymətini də öncədən deyirəm, 150 min manat təşkil edir. Real müştərilərə əla indirim olacaq. Videoya sonuna qədər baxın ki, həyət baca ilə tanışdıqdan sonra mülkün içi ilə də tanış olacaq. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dəhşət istidir. Demək, burada gözəl bir besetka sahəsi yaradılıb, besetka sahəsi. Bütün növ ağaçları var da, bütün növ. Gözəl bir üzüm çardağı hər iki tərəfdə, evin qarşısında da var, burada da var. Ev sahibi qəşəng bəsləyir üzümlərini. Bütün ağaçlardan var. Birinci dəfədir görürəm ki, belə bir güllanda gül əkirlər. Aslında bu su qabına oxşayır, güldan deyil. Gözəl bir həyətyanı sahəsi var. Həyətyanı sahə beton daşlarla üzlənilib. Mərkəzi giriş darvazasıdır. Girişdən solda gözəl bir güdsək aləmi yaradılıb. Avtomobili saxlayırsan burada besetkanın altında gözəl şəkildə. Letni yay mətbəxi. Burada gözəl bir bulaq sahəsi yaradılıb. Hamam sanuzellər, hamam tualet. Dəyərli dostlarımız, həyətyanı sahədədir. Həyətyanı sahədə. Gözəl bir bulağı, burada da paltaryan maşını, sanitar qoşağın yeri, hamısı, qazı suyu, işığı, kanalizasiyası, hamısı mərkəzidir. Kupcalıdır, kupcalıdır. 4 otaqdan ibarətdir. 8 sot yarımın üzərindədir. 8 sot yarımı. Bismillah eləyək, keçək evin içərisinə doğru. Gözəl bir hol sahəsi var, dəyərli dostlarımız. Hol sahəsini saymasaq 4 otaqdır, saysaq 5 otaqdır. Hər tərəfə çöldən də kürsü var, evin içərisindən də kürsü sahəsi var. Burada yerləşir evin mətbəx sahəsi. Pəncərələr də öz həyətyanı sahəsinə baxır. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifəmizi bəyənib like eləyin ki, dəyərli dostlarımız, nömrəmiz hər zaman qarşınıza çıxsın, səhifəmiz hər zaman qarşınıza çıxsın ki, ideal mülkləri görə biləsiniz və mülkünüzü satışa çıxardanda doğru, düzgün əmlakçı seçə biləsiniz. Gəl. Sağda yerləşən yataq otağından mülk sahibinin şəxsi əşyaları olduğuna görə qapısı bağlıdır. Bu bir otaq. Geniş bir şəkildə, çox geniş bir şəkildə evin qonaq otağı var. Köhnə təmirlidir. Köhnə təmirli. Əslində, yüngül təmirə ehtiyacı var. İstəyən olsa eləyə də bilər, eləməyə də bilər. Burada da yerləşir çox böyük bir kvadrata malik yataq otağı. 4 otaqdan ibarətdir, 4 otaqdan. Birini təqdim eləyə bilmirik, 3-ün hal-hazırda təqdim eləyəcəyik. İkinci yataq otağı, qiymət 150 min manat təşkil eləyir. Real müştərilərə indirim nəzərdə tutulub. Səhifəmizi bəyənib, like etməyi unutmayın. Dəyərli dostlarımız, sağ olun, sağlıqla qalın.